Hər dəfə özümü lüks həyata biraz yaxın hiss etmək istəyəndə bura gəlirəm, Ağşəhərə. Gözəl, gözəl. Özümü lüks maşın sürən kimi hiss eləmək istəyirəmsə, onda bax bu maşının icmalını çəkməyə qərarına gəlirəm. Bu Lisandır, L7. Bugün Bakıda ən sevilən, son zamanlar ən dəbdə olan avtomobil markası və avtomobil modeli haqqında ətraflı danışacağıq. Öz puluna dəyirmi və düzdür ki, Range Rover küncdə oturub ağlayır bu maşın çıxandan sonra. Bunları müzakirə edəcək maşının sahibi ilə, Raufla. Hoş gördük. Hoş gördük Valid. Mən də səni, eyni zamanda da bütün Texnobro izləyicilərini salamlayıram. Maraqlı kontentə görə də sənə təşəkkür edirəm. Çox sağ olun ki, bu maşını bizə ömürlük bəxş edin bizim kanalımıza. Çünki görürsünüz artıq nömrəsini dəyişdi. Sağ olun. Getdi, yəni atdan ada keçirdi. Artıq kanalımızın maşınıdır. Bu maşının sahibləri mən internetdə baxıram videolara. Deyir ki, biri deyir ki, mən Range Rover'dan keçmişəm. Biri deyir ki, Mercedes GL-dan, ML-dan keçmişəm. Belə pis çıxmasan, sən hansı maşından keçmişsən? Mən əslində Hyundai'ın bir lüks sinfindən keçdim. Grandeur'dan. Grandeur'dan. Bizdə şəhərimizdə ən çox bunlardır. L7 Pro, bizdə L7 Pro'dur. Bir də ki, L9'dardır, düzdür? Hətta bir çoxları ancaq bu maşını L9 kimi tanıyırlar. Gəl radasa ki, xalqımız adı elədir. Maşının elə bir markası L9. Halbuki bu markanın adı Lixiang. Yaradıcısının adı mən bilən Lixiangdır. Lixiangdır. Hə, onun öz adıdır. Elə bir ki, məsələn, maşını çıxaracam, deyəcəm Technobro. Lixiang da elə Çin dilindən tərcümədə əslində ideal demək. Ümumiyyətlə, bu maşınların başqa rəngləri olur? Başqa rəngləri olur. Əsas stokda gələnlər qara rəngdir, ağ rəngdir, tünd boz rəngdir. Pullu iki rəngi də var. Əlavə $700 ödənişə zavoddan. Rənginə görə qiymət fərqi. Bu L7'lər üçün açıq mavi görmüşəm videoda, internetdə görmüşəm. Bəli. Rəngə görə $700 verən adam. Tünd yaşıl rəng. iPhone-da Pro bilirik nədir? L7-də Pro nə deməkdir? Pro versiya digərlərindən, yəni Max və Ultra'dan nə ilə fərqlənir? Bunda bir lidar yoxdur. Arxada 3-cü sırada monitor yoxdur, daha doğrusu 2-ci sırada. Bir də soyuducu yoxdur. Güc elementləri, Hamısı eyni. akkumulyator, Hamısı. mühərriklərin sayı, içində istifadə olunan dəri, hər üçündə də eyni ola bilər. Hər bir şey eyni şey. L7-nin texniki parametrləri 1.5 turbo mühərrik, 4 silindrli, 2 elektromotor var və ön və arxada. Ön və arxada 4 çəkəndi və ümumi elektrik at gücləri 450 at gücünə bərabərdir. 0-dan 100-ə sürətlənməsi də 5,3 saniyə. Batareya tutumu deməli Prolarda və Maxlarda 42,8 kW'dır. Ultrada isə bir qədər artıqdır və Ultra bu da özünü yürüş məsafəsində göstərir. Bu avtomobil 1185 km gedir, Ultra amma gedir 1415. Çox yüngüldür kapot yeri gəlmişkən. Ya da ki, bu qaldırıcıları çox güclüdür. Bu gördüyünüz generatordur, 1.5. Həmin o 1.5 turbo mühərrik Çinlilərin çox xoşladığı həcm. Həcm, bəli, 1.5-i xoşlayırlar da bu Çinlilərə, yəni çörək vermə, su vermə, yaşamasınlar 1.5 turbo qoysunlar. Onun sən olub işiniz? İki şirkət onu istehsal edir. Biri Prince şirkətidir, biri də Brilliant şirkəti. Hər iki şirkət də BMW-yə məxsusdur. Yəni dolayısıyla bu BMW mühərriyidir, BMW motoru. Çin maşınları sürənlərin özünə verdiyi təsəlli. Bu BMW motorudur. Yox, ümumiyyətlə Li avtomobili adı Çindir. Qalan bütün aqreqatlar demək olar ki, tanınmış şirkətlərdən, oradan-buradan gələn şirkətlər. Belə deyil. Ümumiyyətlə Li Auto startup kimi başlamışdı əslində. Bəli, yəni onlar sıfırdan başlayıblar. Məsələn BYD-dən fərqli olaraq. Məsələn BYD, dünyanın nəhəngi BYD, o hər şey özü istehsal edir. Akkumulyatorlar da özlərində, mühərrik, hər şey demək olar ki, yəni ehtiyac yoxdur. Kompressorlar AMK və ya Vapco şirkətidir. Biri Alman, digəri Amerikan şirkətidir. Batareya katılındır. Ön elektromühərrik General Motors'dur. Arxa elektromühərrik Bosch şirkətidir. Maşallah, maşallah. Elə dizayneri də Çin dizayneri deyil də yəqin ki, düzdür yəni. Yox, dizaynerdə ən vacib məsələlərdən biri Ben Baum'dur. Ben Baum məşhur Porsche 911-in dizayneri. Ona görə də burada biz Porsche belə deyək də xətləri görürük. Həm öndə, həm də arxada
biraz belə Porsche-yə bənzərdir. Bu maşın bir marketinq məhsuludur, bir gadgetdir. Bu iPhone kimidir. Ən böyük görünüş verən elementlərdən danışaq. Təkərlər. Neçəlik təkər? 21'lik diskli 265 45 21. Böyük. Yəni Bu əlavə ödənişlə də onu xüsusi qeyd etmək lazımdır ki, üstündə gələnlər 20'lər 20 olur. zavoddan, Hə. amma eyni zamanda Standart. zavodda əlavə $1400 ödənişə 21'lik və görüntüsü də fərqlidir. Həm də o P0 təkərlərdir, bu Michelin. Çinlilərin və müasir maşınların olmazsa olmazı təbii ki, içəridən çıxan tutacaqlar və ayaq altı, bunlar hamısı artıq standart komplektasiyada var idi. Ayaq altı da əlavə $700. Bu da əlavədir. Hər şey əlavədə deyil, amma bu marketinqdir, maşın marketinqdir. Bu arada mən fikir verdiyim birincisi bəzi maşınları xatırladan bax buradakı hissə. Buradan baxanda biraz Cayenne xatırladır mənə. Cayenne xatırladır. Daha bir kamera buradadır. Bu arxanı çəkən kamera təkcə burada deyil. Buradadır, həm də buradadır. Bu arxa göstərən, bu isə 360 dərəcəyə yaxın kəndə kömək eləyir. Və eyni zamanda Ad Pro var burada. Virtual reallıq onu göstərir. İcmalda olan avtomobil 5 nəfərlikdir. Ona görə də bagaj böyükdür. Ümumiyyətlə L7-lərdə 6 yerlisi olmur. Yox. Ancaq L9-larda, L8-lərdə. L8 və 9-larda. Enerjini vermək üçün kampa gedirsən, rayona gedirsən, nə bilim, çaynikı, televizor. Təcili üz qırxmaq lazımdır bununla. Saldın? Mütləq. Başında bu olmalıdır. Saç yaş oldu qurulamaq. Təkər yoxdur, təbii ki. Təkər yox. Təbii ki. Arxa oturacaqların qatlanması, düzdür? Və eyni zamanda avtomobilin arxasını aşağı salmaq imkanı var. Yəni yük qoymaq üçün. Məsələn, bunu basırıqsa, bu indi başlayır aşağı salmağa. Artıq Aha, maşını aşağı salır. salır. Buraxdı, düşdü. Aha. Təxminən 5 sm-ə qədər düşür. Göşün, şarj. Şarj yerinə, bəli bu 42,8 kilovat akkumulyator. AC port var, yavaş Adi qaydada. sürət üçün, bir də sürətli Şarj üçün. doldurmaq üçün DC port var. Hər ikisi ilə neçə vaxtda şarj etmək olur? 20 Özünün üstündə gələn şarj Özünün üstündə gələn şarj kabeli 7,5 kilovatdır. Onunla təxminən 3,5 saata dolur. Amma sürətli şarjla biz əgər götürsək 1 saata qədər 10%-dən 90-95%-ə qədər dolur. Plug-in hibrid ənənəvi şəkildə odur ki, həm şarj oluna bilir, həm benzindən birbaşa işləyə bilir. Bəli. Bu benzindən birbaşa işləmir, benzin yalnız şarj etmək üçün istifadə olunur. Çox sadə desək. Həm də plug-in hibriddə sürətlər qutusu var. Bunlarda sürətlər qutusu olur. Açdıq, təbii ki, ayaq altı çıxdı avtomatik olaraq və açan kimi görürsən ki, hə, bu lüksdür yəni. Qapıları da ümumiyyətlə salonda demək olar ki, hər tərəf süni dəri ilə örtülüb. Sükan oturacaqlardan başqa onlar nappa dəridir. Eləcə də maşının bütün bax paneli də lap demək olar ki, axıra kimi yumşaq materialla örtülüb. Bu da belə dəridir. Sürətli gəlmişkən naqilsiz şarj da var. Yoxlayaq. Var, gördüyünüz kimi. Salonun keyfiyyəti testi. Yığılma keyfiyyəti. Yəni səs görmürəm mən. Səs yoxdur. Əşyalar üçün yerimiz də var burada. İçində yumşaq materialla. Burada Type-C var. Sükan burada multidir və əlbəttə ki, ekranlı sükan. Bu da nadir hallarda maşınlarda var. Özü də bu sensorlu ekrandır. Yəni burada hər hansı bir görüntünü əks etdirmək üçün, məsələn, menyunu çevirmək üçün istəyirsən tarixi, vaxtı və temperatur göstərsin, çöl temperaturunu, istəyirsən bu nə qədər gedib maşın, yəni odometr filandır. Yəni Sonuncu dəfə şarj olunandan sonra nə qədər kilometr gedirsən və nə qədər batareya istifadə yəni odometrdə, adi maşında odometrdə, burada isə bu formadadır. Yəni şarj məsələləri də burada olduğu üçün burada yəni hətta maşının rejimini istəyirsən elektrikə keçirsən, istəyirsən tam yalnız şarj etmə rejimində getsin və ya hibrid rejimində getsin. Bilmirəm, bu da məncə marketinqdir daha çox. Mənə görə belə şeylər onsuz da daim olaraq da bu benzin mühərrik onsuz da lazım olanda işə salınır, düzdür? Lazım ən olduğu üçün. optimalı hibrid rejimidir. Yəni bunu belə bağlasan belə demək olar ki, tanımaq olar da. Əgər maşınlardan başa Yalnız çıxırsa. buna məxsus. Hə, bu lidədir. Bu lidir, bəli. Sürət qutusunun rolunu oynayan çevirici burada yerləşir. Yəni istəyir arxaya, arxa, neytral və drive rejimi və belə ki, parkinqdə buradadır bu otor. İstənilən ağıllı avtomobilin, xüsusilə Çinli avtomobildirsə, yəni Çindən gələn avtomobil mütləq yekə monitor olmalıdır. Burada 2 monitora bölünmüş, əslində bir paneldə, düzdür? Bir paneldə 2 monitora bölünüb. 2 dənə 15.7 monitordur. Monitor Samsung monitorlardır, Nvidia çipi ilə. Aha, yəni baxaq görək sürəti necədir? Yəni yetəri qədər normaldır. Normaldır. Menyu sürətindən gedir söhbət. Bəli. Məsəl üçün Keçid etmək olar, Waze-i. Burada həm
multimediadan, burada həm klimatik deməli, klima nəzarəti də, yəni deyirlər ona, daha sonra bütün yəni istiqamətlər, qızdırıcılar, soyutmalar hamısı burada idarə olunur. Bütün oturacaqların isitmə, soyutması və masajı var. 2 zonalı, 4 zonalı İki klima. zonalı. 2 zonalı klimata nəzarəti var. Bütün oturacaqlarda qızdırıcı var, bütün oturacaqlarda sərinlətmə var, yəni ventilasiya var, hətta 5-ci var. Bax o da var, balaca uşaq. Bütün oturacaqlarda masaj. Bahalı maşınların sürücüləri sizdə var, 4 oturacaqların 4-ündə də. Yolsuzluq şəraitində, sürüşkən şəraitdə idarə eləmək olar. Buradan onu 4 çəkər və ya 2 çəkər. Default rejimində avtomobil həmişə arxa çəkəndir. Biz burada misal üçün kameraları görə bilərik. 3D və 3D. Aha. Bu avtomobilin 360, bu əsl 360 da belə baxanda. 360 və donma yoxdur da. Bir çox maşınlarda bu 360 ancaq belə də, yəni belə ucuzvaridir. Bu da yaxşıdır, keyfiyyətlidir. Animasiyası çox sürətli işləyir, adama zövq verir baxmağa. Yəni daha əziyyət vermir də adama o monitor. Burada təkərlərin rejimi də avtomobilin öz idarə etməsində nə qədər idarə olunub, nə qədər kilovat bateriyadan gedib, 100-ə nə qədər yanacaq. Ətraflı informasiya var burada. Burada artıq avtomobilin bütün rejimləri var. Yəni burada həm biz deməli yenə də keçə bilərik müxtəlif hibrid ya elektrik, dinamika, stili. Yəni normal, sport, komfort və s. axır. Daha sonra bu nədir? Bu sırfliyə öz məxsus askı sistemidir. Magic Carpet Air Suspension, yəni ki yumşaqlığı. Yumşaqlığı. Maşın yumşaqlığı. Xalatın üstündə uçursan da. Ha, yəni bu indi çox yumşaq rejimdə İndi ən yumşaq. Bir çoxlar deyirlər ki, ümumiyyətlə linin yumşaqlığı çox həddən artıq yüksəkdir. Biz bunu idarə eləyəndə görək. Komfort ayrıca yenə də deməli tənzimlənir. Bu yəqin ki, amortizatorların tənzimlənməsi falan. Hündürlüyü aşağı hündürlüyünə normal və ya daha yuxarı klirensdə sürmək üçün. Bu sükanın yumşaqlığı normal sport rejimdə, bu isə enerjinin bərpasıdır. Bəli, enerjinin bərpası rejimi də daha güclü, daha normal və ya daha komfortludur. Bütün elektrik maşınlarda bu olmalıdır. Ət-Pro bu hal-hazırda avtomobilin özü idarə eləməsi. Avtopilotu. Mütləq və mütləq yürüyüşə gedəndə Carwash moda keçirmək lazım. Carwash moda mütləq nə verir? Qapıları açıq saxlayır, tutacaqlarını. Aha. Ayaqaltılar avtomatik çıxır və orada xüsusi bir elementlər var. Onlar hamısı bağlanır da. Avtomobili sudan qoruyur da belə. Bu rejim Stay Powered mode avtomobilin sən avtomobildən düşən zaman daha çox qışda lazımdır. Bu mühərrik hələ də yanıq qalır. Uşaq oturacağı var, mikrofonun qoşulmağı var və mikrofon qoşulmağı bu karaoke kimidir. Karaoke sistemi burada var. Burada bu sistem kimidir. Yəni mən Çin mahnılarını oxumağı çox xoşlayıram. Burada oxuya bilərəm də. Burada hətta Çin kinolarını, Çin filmlərini izləyə-izləyə dublyaj da edə bilərəm mən hətta. Yeniləmək üçün servisə getmək lazımdırmı? Yox. Yox. Hər şey mobil tətbiq etmədən yenilənir. Qəşəng. Amma mobil tətbiq etmənin də səndə olması üçün master account sənə mütləq götürülməlidir. Ümumiyyətlə bu avtomobili master accountsuz sürmək olmaz. Kimdə ki Çin maşını yoxdur, hələ də başa düşmürlər. Bu nədir? Master account nədir? Mən maşın almışam, yoxsa özümə Google Play-də account açıram. Mütləq bu cür maşınlar mütləq Çin istehsalı, Çin bazarı üçün nəzərdə tutulduğu üçün onlar Çində qeydiyyatdan keçirilməlidir. Sonra isə harasa apar. Amma əsas birinci sahibi, əsas sahibi elə bir ki də kimi, o mütləq o adamın Çin nömrəsinə bağlı olmalı, düzdür? Və master account o deməkdir ki, bu avtomobil artıq sənindir və sən rahatlıqla bu avtomobili sata bilərsən. Əgər səndə master account yoxdursa, sən bu maşını satanda kimsə master account oğurlaya bilər və bununla da sən avtomobili ümumiyyətlə heç nəinki idarə etmək, qapıları aça bilməzsən. Hayda. Yəni belə şeylər var. Bizim vaxtda belə şey yox idi. Maşın ev kimidir. Açar da, o solda. Elə bir ki, sən ev satıblar, amma açar kimdəsə var yenə də. Daha bir mənfi tərəf, kiməsə görə mənfi tərəf ola bilər. Maşında demək olar ki, sükan çıxmaq şərtilə fiziki düymə yoxdur. Yəni bu sensora nəsə olsa, ekranda da cızıldı, nəsə atdı, Allah eləməsin də, nəsə bir dəydi ona, nəsə filan ya da ki, proqram təminatındadır. Sən kondisioneri belə yandıra bilmirsən. Bu maşını da adi, standart mobil telefonlar kimi restart eləmək olur. Bu düymə və bu düyməni yuxarı sıxıb saxlayırsan, 10 saniyə avtomobil tam olaraq restart olur. Bu Azərbaycan şəraitində bu ikinci monitor hansı bir işə yarayırmı? Oyunlar da yaza bilərsən. Sən oyun yazmısan, məsələn burada şahmat var. Ay qardaş, mən maşın sürürəm, mən necə şahmat oynayım orada? Yox, bu sərnişin üçün. Ancaq sərnişin monitorudur, YouTube'a baxa burada bilərsən. Burada uşaqları mən nəzərə alıram. Minecraft, burada PUBG. Elə oyunlar hələ ki yoxdur, amma deməli uşaqlar dağılışın PUBG oynamaq olur. Bir çoxları bu maşınları alırlar müdür kimi. Hal-hazırda həm soyutma rejimi aktivdir deyirsən, düzdür? Soyutma rejimi sərindir. Arxa oturacaq bir qədər arxaya gedib və burada ayaq altı. Ayaqlarımı bura qoymaq olar. Olar. Mənim ayaqlarım uzundur axı, yerləşmir. Belədir maksimum.
1.50 olan adamlar üçün də mən cəmi 1.69-am boyum, 1.70 maksimum. Orta Yəni mən ayaqlarımı uzada statistik bilmirəm. kimlər elə olur. Sən burada otura bilməzsən, məndən hündürsən boyda. Li o deyil qardaş. Bax ayaqlarım görsən dəyir. Mən özə bax əyri də ayaqlarım. Yəni bax, ayaq üçün yer düzdür. Ayaqqabısız nisbətən rahatdır çünki ən azı qorxmuram da. Yəni corab təmizdir, yəni amma dəyir. Təbii ki, adi maşına baxanda burada çox komfortludur. Həqiqətən də bu uzaq yol üçün bu super. Sürətli şarj 2 nəfər üçün eyni zamanda 2 zonalı klimat kontrol var burada, yəni hər iki arxada oturan üçün və təbii ki, oturacaqların qızdırıcıları, soyulması və s. Baxın, burada bu versiyada sadədir, sadəcə yerdir, düzdür. Burada aşağıda da deyəsən bir əşyalar üçün yeni yer var, amma dediyim kimi daha yüksək versiyalarda burada artıq soyuducu da mövcuddur. Avtomobil bir çox ağıllı avtomobillər kimi əlbəttə ki, yalnız bir dəfə əyləci basmaqla aktivləşir, düzdür. Head-up display özü də mənim yoldakı vəziyyətimi və ətrafda olan maşınları da göstərir. Yəni bu modeldə lidar olmasa da, amma ətrafdakı maşınları tapır. Maşın mənə həddən artıq yumşaq gəlir, yəni pambıq kimi gəlir. Yəni mənə deyir ki, bu biz hansısa belə zəif rejimdəyik. Maşında sərtlik yoxdur, bildin necə? Bir dəqiqə Sərtlik yoxdur çünki dinamika yoxdur maşında. Yəni mən qazı basıram, qazı basıram. Komfort rejimində. Həddən artıq, biraz o komfortdan çıxaq da olarmı sporta qoyaq? Sporta qoyaq, bunu da sporta qoyaq, bunu da sporta qoyaq. Okey, aha. Hətta klirens də azaldı. Bəli. Hətta klirens də azaldı. 2 sm-də maşın aşağı salındı. Biz artıq bir balaca qazı basa bilərik. Okey. Rekuperasiyanı da hiss edirəm. Qazı buraxan kimi avtomobil avtomatik olaraq tormozlayır. Dönmə işığını yandırıb head-up'a baxıb zövq də ala bilərsiniz. Head-up'da videonu biz görürük. Yəni sağ kameranı görürük, düzdür? Sağa dönürük, sağ kameranı head-up'da görürük. Əla. Sport rejimdə burada. Avtomatik parking funksiyası buradan giririk, düzdür? Yeri özümüz göstəririk. Bura zəhmət olmasa. Ancaq bura. Uyğun yeri bu verir. Okey, seçdik. APA sən avtomobilin içində ola-ola, RPA sən avtomobildən düşə. Hansını istəyirsən? Məncə düşək. Düşək, onda RPA bas. RPA basaq. Və artıq deyir ki, çıxın. Düşəndən sonra maşının qapı tutacağını basıb saxlayın. Bəli, və deyir ki, proqramdan da idarə edə bilərsiniz. Düşsün maşından, təhlükəsizlik kəmərlərini yerindən Hı. çıxarsın. Aralanırıq maşından ki, avtomobil artıq başlayır özü park etməyə. Lazım olan trayektoriyanı özü seçir. Aral duraq maşından ki, yalnız bu halda avtomobil balaca adam yenə də narahat kimi qalır, sanki. Düzgün edə biləcəkmi? Yəni müasir texnologiyalarla dolu avtomobil belə də olmalıdır prinsipcə. Hər şey avtomatlaşdırılır, smartfon kimi bir proqram təminatına təchiz olunur. Və bu gün icmalda çəkdiyimiz Lisian və ya Li L7 avtomobili də elə bu tip avtomobillərdəndir. Mənfi tərəflərini? Mənfi tərəfləri elə də çox qarşıma çıxmıyor. Qiymət? Komplektasiyadan asılı olaraq təxminən 44-45 min dollardan. Yuxarı 52-53 min dollara qədər. Yəni bunlar bu Çindən gətirənlərlə vasitəsilə, yəni siz belə bu kimi avtomobil sürməkdənsə daha çox məşhur brendlərin maşınlarını sürmək istəyirsiniz. Tesla bir gəlmişkən bunun rəqibi də sayıla bilərdi, yəni prinsipcə hardasa. Komfort, yığım baxımından, ümumi avtomobilin funksionallığı baxımından, keyfiyyət baxımından deyərdim ki, bir addım öndədir. 20 min dollara Tesla ya da ki 45 minə Çin maşını. Bax, söhbət ondan gedir. Funksionallıq baxımından Çin maşını. Bəli, orada bu fişkalar olmayacaq, orada bu qədər funksiyalar olmayacaq. Amma tam elektrik maşını olacaq, yürüyüşü bəlkə də eyni olacaq. Tam elektrik olmağını da mən istəmirdim də. O zövq məsələsidir, zövq məsələsi var. Avtomobil alanda seçimi elə elədim ki, yəni plug-in olsun da ən azından. Aydın məsələ, yolda qalmamaq məsələsi. Yolda qalmamaq. Vaxtın 90% nədə sürürsünüz? Rayonlarda yoxsa Bakıda? Yox, Bakıda sürürəm. Ay sağ ol. Amma niyəsə yolda qalmaq kimi qorxusu var. Bakıda topla sürürəm vaxtın 90%. Niyə bu qədər qorxuruq biz yolda qalmaq ki, şəhərdə fırlanırıq? Birdən də deyirəm, birdən təcili harasa getmək lazım. 800 kilometr yazılıb orada. 600 kilometr bu dəqiqə Teslalar range verir. Yəni harada qalacaqsan sən yolda 600 kilometr range-dən? Hansı avtomobil olur olsun, tokla avtomobil olur olsun. Qışda elektrik avtomobil. Olsun da 20% alsın. Qışda 50%,
yayda -30%-dir. Bu bir mənalıdır. Kimliyindən Yenə asılı də olmayaraq. 300-400 kilometr verən Tesla'nın range'i şəhər içində tam bəs eləyir. Yəni misal üçün mən Şəhər Tesla içi deyirəm. bəsdir. Şəhər içi bəs eləyir də. Yəni bu halda sən benzin də tökmürsən ora. Amma o sedandır. Model Bir də Y-lər var da. balacadır. Ha, biraz Balacadır. biraz Həyəcanlı. hündürlər var. Təbii ki, SUV deyillər bunun SUV kimi. deyil, Yəni mən sadəcə müqayisə üçün Tesla kimi alternativ buna daha ucuzuna, çox müasir, proqram təminatı da çox müasir olan, yenilənən, ən son funksiyaları tətbiq etməyə çalışan, düzdür, komfort, premium komfort vermir, amma texnologiya baxımından mən deyərdim, yəni proqram təminatı baxımından bəlkə də heç də geri qalmır bu maşından. Həm də brenddir, ikinci əldə sən Tesla-nı yenə də sata biləcəksən daha rahat, nəinki bu maşını bəlkə də. Bu məsələlər də var. Şərhlərdə sizin də fikirlərinizi görməyə şad olacaq. Təşəkkürlər, Raul. Mən təşəkkür Uğurlar, edirəm. Çox sağ olun. xeyirli sürüşlər və Çox sağ olun. sağ-salamat da Çox gedərlər. sağ olun. Dostlar, Çox sağ olun. fikirlərinizi gözləyirik.